Sabirabadda qeyri-rəsmi nigahda olduğu 16 yaşlı arvadını öldürüb Kür çayına atmaqda ittiham olunan Seyid Rəsul Talıbzadənin məhkəmə araşdırması başa çatıb. Doğru Xəbər Azərbaycan bildirir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. 21 yaşlı müttəhimin yeniyetmə Nurani Ələkbərovanı qətlə yetirməsi məhkəmə istintaqı zamanı təsdiqini tapıb. Hökmə əsasən Seyid Rəsula 11 il həbs cəzası verilib. Qeyd edək ki, hadisə ötən ilin mayında qeydə alınıb. Rəsmi məlumata görə 2004-cü il təvəllüdlü Seyid Rəsul Talıbzadə mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəli ərazidə aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nurani Ələkbərovanı qəsdən öldürüb və meyidini suya atıb. Səhər saatlarında Lənkəranda 2 mərtəbəli yaşayış evində yanğın hadisəsi olub. Hadisə rayonun Göyşaban kəndində kənd sakini Şamil Həsən Ağaoğlu Qurbanova məxsus 2 mərtəbəli 8 otaqlı evdə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin qüvvələri cəlb olunub, yanğın qısa müddətdə söndürülüb, alovun evin digər hissələrini keçməsinin qarşısı alınıb. Ev sahibi bildirib ki, yanğın baş verən vaxt ailə üzvləri Bakıda olublar. Evə baxış zamanı bəzi əşyaların yoxa çıxdığı müəyyən edilib. Onun iddiasına görə evə təxminən 30 min manatlıq maddi ziyan dəyib. Naməlum şəxslər əvvəlcə evə oğurluq məqsədi ilə daxil olsalar da, mətbəxdə mürəbbə yeyiblər, daha sonra isə evi yandırıblar. Daxili İşlər Nazirliyindən bildirildi ki, faktla bağlı Lənkəran rayon polis şöbəsində araşdırma aparılır. Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin sabiq şöbə rəisi polkovnik leytenant Zahir Gülməmmədov saxlanılıb. Məlumata görə Zahir Gülməmmədova qarşı Baş Prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən cinayət işi açılıb. Polkovnik leytenant 4 ay əvvəl vəzifəsindən azad edilərək təqaüdə göndərilmişdi. O işlədiyi müddətdə yol verdiyi qanunsuzluqlarla bağlı ittiham olunur. Əlavə məlumatlar veriləcək. Xırdalanda qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində toyuq məhsullarından götürülmüş nümunələrin nəticələri məlum olub. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Laborator sınaq zamanı kənd toyuğu təsərrüfatı yaratmaq məqsədi ilə toyuqların tartrazin qida əlavəsindən istifadə edilərək sarı rəngə boyadıldığı aşkarlanıb. Tartrazin dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boyadır. İnsanlarda həssaslıq və allergiya kimi yan təsirlərə malikdir. Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən qanunsuz hallara yol verən Abşeron rayonu Xırdalan şəhəri Mikail Müşfiq küçəsi ev 3 ünvanında fiziki şəxs Salahov Şahin Salamoğluna məxsus quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanıca verilib.